Bir gecə Abbas pərişan və tərsu içində yuxudan qalxaraq əllərinə və mənə baxdı. Yuxu gördünmü soruşdum. Başını yerlədi. Soruşdum, nə yuxu görmüsən? Güclə nəfəs alanla cavab verdi. İbrahim, yuxuda gördüm ki, əllərim yoxdur, onları itirmişəm. Əllərimi axtarmağa başlamaq istədikdə, qəflətən dimdiyində əllərimi tutmuş, çərkəz quşuna bənzər bir quş gördüm. Əllərimi yemək istəyir. Mənsə daşla onu vurmaq istəyirdim. Amma daş götürməyə əlimin olmadığını gördüm. Onda mən qışqırdım. Ey leş yiyən, əllərimi yemə. O əllər mənimdir. Çərkəz dinləyərək söylədi. Abbas, bu əlləri neyniyəcəksən? Sənin o cür gözəl iki qanadın var. Mənsə acımışam. Və qanadlarım da sınıb. Sənin əllərinlə doyacam.